Sizə 2 nəfərlik əla bir səhər yeməyi təqdim edəcəm. Özü də düz şəhərin göbəyində. Bura Bonte adlanır. Daha öncə də bura ləzzətli yeməklərini dadmaq üçün anamla gəlmişdim. Bu dəfə isə rəfiqəmlə səhər yeməyinə getdik. Səhər yeməyi 32 manat təşkil edir və deyərdim ən yaxşı səhər yeməklərindən biridir. Bura 2 isti yemək, pomidor yumurta və sucuqlu yumurta daxildir. Məhsulların hər biri olduqca keyfiyyətli idi. Setə ən seçmə, ən yaxşı ərzaqlar yığılıb. Ləzzətli kruasandan tutmuş fransız tostuna qədər hər şey var. Sosiska qızartması, kartof qızartması, gül börək, siqara börək, muffin, süt laç, pendir asarti, zeytun çeşidləri, giləmeyvəli sousda kəsmik, şokolad yağı, bal, qaymaq. Bütün bunlar və üstəlik çay və çörək çeşidləri də limitsizdir. Həqiqətən bu səhər yeməyindən çox zövq aldıq. Yenidən bura gəlməyi düşünürük. Havanın yaxşı olmasından istifadə edib biz terasda əyləşmişdik. Amma məkan özü 2 mərtəbədən ibarətdir. Çox gözəl, olduqca zövqlü interyeri var. Məkanın tərkibində həmçinin uşaqlar üçün ayrıca oyun zalı belə var. Yerləşmə olaraq düz Nərgiz Molun yanında yerləşir. Bura getməyinizi çox tövsiyə edirəm. Aşağıda səhifələrini də qeyd edəcəm.